Bu gördüğünüz bayraq Şuşanın dağları başı dumanlı, qırmızı koftalı yaşıl tumanlı. Ay qız ona qaş ona göz, ölərəm dərdindən bunu bil. Hardan gəlmişsən? Mən Bakıdan. Hansı rayondur Bakı? Nizami rayonu. Nizami rayonu. Buradan evinə salam göndər. Salam deyirəm amıya. Narahat olmayın, gələcəm inşallah. Allah qoysa qardaş. Bizim torpaqda oturmamışıq, çıx, bizim torpağı ver, ay köpək oğlu dədənin ağzına pox. Hər bir vəzifə tutanda, bu rütbəni daşıyan hər bir insan bu xalqın qulluqçusudur. Ağası yox, qulluqçusudur. Nə dər ki, ölkə rəhbəri çıxır deyir, başda mən olmaqla. Gör nə demək, ya başda mən olmaqla bütün məmurlar bu xalqın qulluqçusudur. Və onun dostu Erməni Skoypayokun oğruyublar. Necə oğruyublar? Necə oğramışıq dostum bunu biz? Biz bunu yiyəcəyik, oğraşlardan almışıq. Bu erməni ilk kimidir. Bunun qabağından qaçasın gedib dalı var. Üstünə gəlsin quyruğun başında bulamağa. Ged onun üstünə görür, yerində oturur ya yox. Rafi deyir ki, ən cəsarətli erməni toyuqdan cəsarətsiz. Rafi də ermənidən ən məşhur yazısın. Bilməm elə, ayaqqabı abisine deyilən ki, mənim ayaqqabılarım bağı qırılıb, bir cüt ayaqqabı bağı göndərsin mənim üçün. Qardaş, bir dənə də nə oldu? Bizə məndən salam deyil. Dünənə qədər hərbiçiyə qız verməyən xala bugün hərbiçi ilə fəxr edir. Mən rayonda qala bilmərəm deyən qız ürəyi bugün Tovuz üçün döyünür. Ömür boyu hərbidən şikayətlənən qaqaş bugün qanqan deyir. Ay, biraz özünüz olun. Salam əskər. Bilirəm soyuqdur cəbhədə səngər, Allah sizlərə kömək olsun. Prezidentimiz var, onun əmrini gözləyir. İndi bilmirəm, niyə yaxşı atmıyorlar, atmayanda darıxırıq. Paşinyan eşitib ki, Azərbaycan əskəri düşmən də olsa erməni uşaqlarına ömür boyu güllə atmaz. Ondan sonra özün bilirsən nə hala qoyub. Bir bax. Zərlər hamısı buradadır. Heç bir qorxu yox, heç bir şey yox. Belə şeydir. Bu bomba bizdən ötər. Heç bir şey. Alə bir yeni illə bir zır paket partladırıq. Bu nədir ki? Şimdi milyoner olsan nə edərdin? Bütün pulumu verib Ermənistan prezidenti olan o Paşinyanı özüm üçün itələyərdim. Salam əskər. Bilirəm soyuqdur cəbhədə səngər, Allah sizlərə kömək olsun. Kasıb olmağın yaxşı tərəfi nədir? Kasıb olmağın yaxşı tərəfi məncə düzgün olmaq. İnsan özündə olan bir şeyi, insanı məsələn daxilində. Daxili zəngin olandan sonra xarici 100 dəfə kasıb olsun. Qırılmış boğazım, bekliyorlar yol altında onlar. Görüşə gedəndə evliydiniz? Bəli, 3 dənə uşağım var idi. Atam da elə yanımdaydı. Atamı da mən saxlayırdım. Vətən elə darda ailəyə baxmır. Elə momentdə gəlib vətənə girmək lazımdır. Vətəni qorumaq lazımdır. Yəni elə momentdə, elə anda vətən sizin üçün birinci yerdə oldu. Mən burada qalıb ailəmin qədrini çəksəm, bəs oradakilar nə olur da? Çəkim mənim köhnə kürüqamdır. Bunu mən sarı təpədə çəkməyəcəm hələ. Yedim onu. Yemişəm. Nəsə deyişdə. Sən adın? Razi. Familiya? Dəmirov. Dəmirov Raziyim? Kim oğlu? Təbiət oğlu. Təbiət oğlu. Gözəl adın var, gözəl familiyan, gözəl də atağın adı var. Maladetsa. Aferin. Gözəl də döyüşçüdür. Kimdir səndən soruşan? Verəcəksən verim. Gətirdik, gəldik, götürdük. Vəssalam. Da götürəcəyik. Uşaqlar, bəlkə də bu çəkdiyimiz video bizim axırıncı videomuzda. Allah bizi valideynlərimizə çox görməsin. Ürək sözlərin kimi var deyə bilər. Mən sizə baxıyorum. İnşallah sizinlə mən müzikə görüşəcəm. Qarabağı alaq. İnşallah. İnşallah sağ salamat qayıdarıq. İnşallah. Amin. Düzünə Qarabağ. Düzünə Qarabağ. Kimin evində artıq su tapancası varsa göndərsin bizim ordumuza. Ordumuzun silaha ehtiyacı var. Sən güneş ol qəlbimə yazım adını.
O ne? Bu Azerbaycan bayrağı. Nerede mi? Yerde buldum, bir de hiç sevmiyorum bu milleti, biliyor musun? Dedim. Yani. Bunun neyini sever ki bir insan, şu bayrağın? Ben Türk'üm, seviyorum. Sen Türksün de bu Türk bayrağı değil ki zaten abi. Ben Türk'üm, seviyorum dedim. Bu ülke de Türk. Bunlar mı Türk? Evet. Bunlar çakma Türk ama. Azerbaycan Türkleri. Bilmiyorsun kardeşim. Neyi bilmiyorum abi? Bilmediğin şeyleri karıştırma. Tamam, bayrağımı ver de abi. Bizim bayrağımız, sancağımız. Bu mu bizim bayrağımız? Evet. Şu bayrakla, bir bayrak var, Türk bayrağı var. Evet. Al kırmızı. Evet. Bu bayrakla, bu bayrak için can veririm, can alırım. Qəhrəman əskərimiz Paşinyana da sözünün deməyi unutmur. Burada sözüm Paşinyanadır ki, qaçıb arvadlar donun altına gizlənməsin. Kişidirsə gəlsin, bax mənim qabağımda sinəsini dönsün. Eşq olsun Azərbaycan ordusuna, yaşasın Azərbaycan. Ayıl ey millət ayıl, gör haradır Cəbrayıl, mələk adıdır adı, nə qədər seyid övladı, yurt seçib o ünvanı, müqəddəsdir hər yanı, tərəkəmələr yaylağın, köçərilər oylağın, gəzəm araz boyunca, seyr eləyəm doyunca, nəfəs alam dərindən, keçəm. Hə? Əsmir mənim bağla. Qardaşlar, deyək Xan kəndinə raket düşür, Xan kəndində olan ermənilər qaçır. Gəncəyə raket düşür, bizim uşaqlar gedir baxmağa. Qorxmayın bülət. Ağdaş, canım Ağdaş, mincə sevir. Bilsən qardaşlar nə deyir? Qubadlının dağları, gözəldir yaylaqları, boşaldın torpaqları, erməni yalçaqları, boşaldın torpaqları, erməni yalçaqları. Ay biz gedirik qabaqda, düşməni dağda dağda, göyçə Zəngəzur eli bizimdir Qarabağda. Biz gedirik qabaqda, düşməni dağda. Onsuz da bunun axırı yoxdur. Onların axırına çıxacaq. Qoy ona əmin olsunlar. O bilsinlər ki, böyük erməni dövləti yaratmaq onlara qismət olmayacaq. Nədən ki, Azərbaycanlardan qovurlar bura, onlar hamısı buradan gedəcək. Əskerim. Sağ ol. Necəsən? Sağ ol. Görüşlər necə keçdi? Bombaşını. Bir Azərbaycanlı əgər ermənlə iş görürsə, ermənlə bir stol oturursa, mənim üçün o Azərbaycanlı da Azərbaycanlıdır. Erməninin yaxşısı, pisi mənim üçün yoxdur, mən bunu indi demirəm, bunu 20 il bundan qabaq da demişdim, bugün də deyirəm və deməyə də davam edəcəm. Can əskəri 9905 gündən sonra Azərbaycan bayrağını Cəbrayla sancıb. Təbrik edirəm. Adamın niye ağlısın kadın ağlı? Estağfurullah. Hiç olmaz. Ne varım ben? Elimde ne gelip çıkardım orada seni. Kurtarmaz. Yoksa. Görürler seni. Yok iyi. Bilmirəm, hiç tanım demem kısa. Atan gelecek yanına da ne?